O deyil ha, dilindən qurtarmırıq, o biriləri başlayır, deməli, görün nədir, bu yeni kanaldır, nədir bu, Ağ TV. Yaxşı, çox mübarək, xeyirli olsun, ay Ağ TV, Ağ günə çıxasan. Əgər qara gündəysə, o deyil, Ağ günə çıxır. Ay kişi, ay qardaş, bu nələr danışırsınız? Yaxşı, hərə bir TV açıldı, daha nə gəldi danışır, heç tanımır, heç bilmirəm bu millətləri. Nədirsə yaxşıdır. Deməli, Fələstinlər görün türklərə qarşı nə qədər etibarlıdırlar. Bütün dünyada 150 ölkə soyqırım tanıyıbdır. Deməli, türklərin soyqırımını tanıyıb. Fələstinlər soyqırımı tanımıyor. Bu Ağ TV doğrudur, bu Fələstin xalqının doğrudur. Tanımayıb, o kimdir ki tanıyan? O dövlətdir ki tanıyan. Rəsmi dövlətlərin sözü keçir. Bu dövlətlər heç nədir. Yəni, Romalılar da deyir ki, bu xalqı biz suni yaratmışıq Yahudiyə qarşı. Əgər bilmirsən, ay kimi belə müdafiə eləyəndə Fələstini sən müdafiə edirsən, soyqırımı, nə soyqırımı ay kişi? O tanımayıbsa deməli nə? O tanımayıb, o milyonlar dollara Yasir Arafat göndərirdi Xocalıya, ermənilər Türkün başını kəsdi. Mahmud Abbas deyirsən tanımır da Fələstin. Mahmud Abbas gedib bütün dünyaya deyir ki, Türklər bizim düşmanımızdır. Türklər terroristdirlər. Bu tanımamaq nə deməkdir? Sən səfih. Fələstinlər tanımır, və söyləyirəm, hamı tanıyır. Meymun, ay meymun. Nəyi tanısın? Bu iş görür, səni sifətiyə gülür, sifətiyə də vurur ha. Deyən qardaşlar, kişi kimin deyil? Biz ermənilərin qardaşıyıq. Ermənilərə dəstək oluruq. Mahmud Abbas öpüşür kilisədə. Donuz saxlayanlarla öpüşür Mahmud Abbas, görübsən? İsmail Xani gör öldü ha. O Köçərənlə dostdur, yaxın. Köçərənə deyir ki, əcəb edibsən, Türklərin başını kəsibsən Qarabağda. Köçərənə bəlkə də nə hədiyyələr göndərir. Bugün Mahmud Abbas bütün dünya qarşısında deyir ki, mən hazıram ordu göndərəm ermənilərə, kömək eləsin, türkləri vursun. Bu deyir ki, Fələstinlər soyqırım tanımayıb. Malacıq, soyqırım tanımayıb, ordu göndərir, donuz məsciddə saxlayıb, bir yerdə türklərin başını kəsib, 15 milyonluq türkün başını kəsib bayrağına vurub, Fələstin bayrağındadır. Görmüsünüz nə deməkdir o bayraqda 15. Bugün o Fələstin sənin sevdiyin, bugün soruşurlar uşaqdan. Həmin erməni nədirsə, erməni Mikail uşaqlar da, yəni 5 yaşında, 6 yaşında uşaqlar deyir ki, ermənilər, böyüyəcək, bütün bəşəriyyəti başını kəsəcək, qoyacaq bir dənə erməni qalsın. Və burada türklərin hamısını məhv edəcək. Eyni Fələstin deyir uşağı. Mən deyir, böyüyəcəm, o başqa cürə deyir, 4 dənə arvad alacağım. Hər bir arvaddan 15 uşağım gələr var. O deyir, neyirsən bu 60 dənə uşaq? Necə? Bu 60 uşaq Yahudiləri məhv eləsin. Bax, bu da sənin Fələstinin. O deyir, arvad alın, uşaqlar doğsun, uşaqlar geçsin, Yahudiləri öldürsün. Hər arvaddan 15 uşaq düzəldəcəm ki, geçsin, Yahudiləri öldürsün. Yox ki, Yahudiləri, Türkləri də öldürsün. Ay səfihlər. Elə birisi Yahudi deyil, birinci Türk. Ərəbin düşmanı Türk olubdur. Ərəb müsəlman deyil, Fələstin müsəlman deyil. Neçə dəfə deməli, bura çatmır. Müsəlman Türkdür, qardaş. Mən yenə də deyirəm, kim bu bayraqlar, hansı bizə qarşı düşman olsa, satqın olsa, bunlar mənim üçün düşmandırlar. Amma bizləndirlər, biz də onlara dəstək. Bax, bu qədər. Farslar deyirsiniz, o deyir, axır, deməli, Fələstinlər
bugün bizə dəstək olur, nə bilim, o məsələni istəyirəm gətirməyə. Deyək ki, bir dənə yalandan bir quş buraxır, söz deyir, oradan gəlir, başlayır başımızı kəsə. Məsəl üçün də buradan bir sülhdən danışdı, oradan da gedib baş kəsməklə məşğul olur Türkiyə qarşı. O eyni o farslara bir nəfər deyir ki, hamı dedi ki, farslar 90-cı illərdə Azərbaycana neçə tonlarla, vaqonlarla un verdi, çörək verdi. Bəli, farslar çörək verdi ki, yeyək. Erməniyə də silah verir. Ay bədbəxtlər, Erməniyə silah verir, get öldür, çörək vermişəm. Bax, bu qədər. Bugün, yəni ayrılın da, ay bədbəxt, nə bilim, bu qədər Türk səfeyi olarmış. Bu, necə sənin ağlıya gəlir, baxmırsan bu Fələstin nə ilə məşğuldur. Bu xalq sonu yaradılan bir xalqdır. Bu adam ancaq baş kəsməklə, siz bir dəfə demədiniz ki, yaxşı, bu, yəni bu Yahudilərin başını kəsir da, Yahudilərə siz hamıyız, deyirsiniz Yahudi, bir dəfə dediniz ki, ay Fələstin, niyə getdin Yahudinin başını kəsin? Görmüsünüz ki, yaxşı, Yahudi bir Türkün başını kəsin, arvadını aparsın, eşeğin altına atsın, dəvənin altına atsın. Görmüsünüz, Yahudilər belə işlərlə məşğuldur. Aparmır, qadınlara, qız uşaqlarını atırlar da. Qız uşaqların 8 yaşında uşağını alıb evlənir. Nə bilim, 8 uşağı zorlayır. 10 yaşında uşağı alır. Pasteldə sonra ölü deyir, arvadım da öldü. 10 yaşında kukla oynayan. Bu millətə müsəlman deyirsən. Müsəlman qızı aparıb dəvə ilə deyər, yat, eşşəklə yat. Ay bədbəxtlər, bunu Yahudi eləyər belə şey. Yahudi görmüsən elə şey eləsin. Qardaşım, bunlar, bilmirəm, bu Türklər doğrudan da bəlkə siz mənliğinizi itirmişsiniz. Bəlkə doğrudan başınız gedibdir. Siz bilmirsiniz, sizin dostunuz kimdir, düşmanınız kimdir, ağlınızı bilmirəm, bəlkə də Tanrı alıbdır. Adam, ərəbə müsəlman deməklə, ay kişi, ərəb gör nə ilə məşğuldur. Adam, dünyada olunmayan şey eşşəklə, dəvə ilə yatmaq nədir? Qız uşaqlarını atırlar. Nə bilim, tualetdəki o yedizdirirlər qızlara. Mən bilmirəm, sizə necə deyim, Türküm. Bilmirəm, siz doğrudan da bu ermənilərin, o qadınları, Allah eləməsin, sabah Bakı şəhərinə gəlsələr. O, Bakı şəhərinə gəlsələr, məsəl üçün, sülh, mən istəmirəm sülh olsun. Sülh olsa, bütün erməni qadınları necə Türkiyəni məhv edirlər. Burada da elə gələn kimi Azərbaycanlı kişisi elə erməni qadını görəndə vətən də unudulacaq, dövlət də unudulacaq, ordu da, xalq da. Yenə də deyirəm, bu erməni qadınıdır. Bu особо опасный qadındır. Dünyada, yəni bu genlərə zərər vuran bir xalqdır. Bəşəriyyətin geninə vurur. Bütün dünyada niyə deyirlər? Bütün erməni. Türkiyədə görürsə, hamıya erməni deyirlər. Niyə? Arvadları, sevgililəri ermənidir. Ondan da uşaqlarla çox qəddar olur. Ona görə də imperiyalar dağılır, dövlətlər dağılır. Ermənidən olan uşaq dağıdacaq. Bax, erməni qadını ilə kim görüşsə hansı kişi, onların masajı çox təsirlidir. Onlar sizin şirənizi sorub çıxardacaq bədəndən. Elə masaj eləsin ki, olacaqsan 15 yaşında, həkak agurşi. 50 yaşında kişiyə elə masaj eləyir ki, 15 yaşında olursan. Bax, o dövləti də, milləti də unudacaq. Ona görə deyirəm, ermənilərlə sülh olmasa yaxşıdır. Sülh oldu, bizə pis olacaq. Ona görə çalışmayın, sülhdən danışırsınız, sülhdür. Yaxşı ki, onlar istəmir. Ona görə bu erməni qadınından olacaq. Bax, bugün o Fars var, o Səfih xanım var. Gedib Venezuelaya, o rəisin xanımıdır deyəsən. Xanım demək də yaraşmır. Cəmilə də adı, özü də bizim adı qoyub, nəysə. Özü də müsəlman adıdır, nəysə. Bu xanım gedib Venezuelaya şikayət edir ki,
Monqollar, türklər İranı gəlib dağıdıb. İranı nəyin dağıdıb? İran Azərbaycandır. Türk Azərbaycanı niyə dağıtmalıdır? Bu nə sözdür? Onun yeridir. Venezuela hara? O fikir hara? Görün, geyib çadranın altında, ha, o deyirlər, qəfəsdə saxlayırsan, ha. O xanım ki, döşü sinəsi açıq göndərin Amerikaya, sağ-salamat gedib gələr. Əskərlərin içinə bırax, sağ-salamat gedib gələr, satmaz kişini. Bax, o mini yufkada qızlar var, ha. Elə qeyrətlidirlər ki, onun bir dənə kişi belə baxamaz, ha. Amma qəfəsdə, ha, o qara çadırın altında, onu bırax ki, nə? Görün sizə neyini. Bax, budur, gedib gör. Venezuelada nə sənin azların var, nə ara sənin, baxır, nə marağın var. İki Türk vuruşublar da, İran Azərbaycandır, onu düz deyil. Amma bu səfi istəyir özlərini Farsa bağlayır ki, Farsları qırıblar, qaraçılar. Siz Fars adını götürüb, siz Fars olursunuz. Elə bilirlər ki, bunlar Darinin nəslidir. Dari, Kislev, Makedonski, bunların məhv eləyib ha. Bunlar, bu qaraçılar o adı götürüb. İndi də İran Azərbaycandır və şahlar bir-biri ilə Osmanlı da odur, budur, vuruşublar. İki qardaşlar. Bu gətirib deyir, Türk-Monqol gəlib bizi görür. Gör, nədir bu? Nədir? Nəyəsə, bax, yenə də ağla başlarınıza yığın, türklər. Yenə də deyirəm, ermənidən əl çəkin, ərəbdən əl çəkin, farsdan əl çəkin, rusdan əl çəkin.